Salam aleykum əziz dostlar. Mən bu sosial şəbəkələrdə gördüklərimi sizinlə bölüşmək istəyərdim. Son vaxtlar siz fikir vermişsinizsə, bu sosial şəbəkələrdə İslama qarşı bir İslamofobiya yaranıb. Həmçinin Azərbaycanda bəzi insanlar patriotik səhifələrdən və yaxud müsəlman adından və yaxud Azərbaycanlı adından səhifələr açırlar və müsəlmanları bir-birinə qatırlar. Biri deyir, mən əhli şiyəyəm, biri deyir, mən əhli sunnayəm və bizim aramıza nifaq salır. Mən bu insanları anlaya bilmirəm. Çünki Azərbaycanlılar artıq 7-ci əsrdən müsəlmandılar və siz nə etmək istəyirsiniz? Azərbaycanın mədəniyyətini, Azərbaycanın tarixini silmək istəyirsiniz? Bəziləri yazır, Azərbaycan müsəlman dövləti deyil. Azərbaycanda 90% müsəlman yaşayır. Azərbaycanın bayrağının yaşıl rəngi İslam simvoludur. Azərbaycanlı dünyasını dəyişəndə son mənzilə müsəlman kimi salınır. Siz nə etmək istəyirsiniz? Bilirsiniz, fikir verin. Bir müsəlman dövlətini, Fələstini bizə düşman göstərdilər. İndi isə İranı düşman kimi göstərirlər. İranda isə 40 milyona yaxın Azərbaycanlı yaşayır. Bəziləri hətta görürəm sosial şəbəkədə artıq Türkiyəyə də nəsə söz deyir orada. Siz nə etmək istəyirsiniz? Yaşasın müsəlman, yaşasın gözəl qəlbli insanlar və mən onu demək istəyirəm ki, diqqətli olun, əziz dostlar.